Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Biləcəridə ATV-lər məhəlləsinin Düsündür yerində yuxarı Binəqədi yolu, yəni Xırdalan dairəsindən, Respublika yolundan, sentralına gedən yoldan 100-150 metr qapının ağzına qədər asfalt olan ərazidə. Demək, 2 sotun içində hündür, kürsülü, gözəl bir, tam təmirli bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini sonunda sizə təqdim eləyəcəm. Nəzərinizə çatdırıram, hörmətli izləyicilər. Yəni, ev yaşayışlı bir evdir, tam təmirlidir. Ev həm əşyalı satılır, həm əşyasız qiymətlə sizə təqdim eləyəcəm. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini də son dəqiqələrində sizə təqdim eləyəcəm. Gördüyünüz kimi evin yan tərəflərindən keçmək mümkündür. Hörmətli izləyicilər, həyətgəni sahəsindən rahat 2 maşın daxil ola bilər. Burada, demək, yaşıllıq salmaq üçün boş torpaq sahəsidir. Girən indi evin içi ilə tanış olaq. Ev sahibi bax, burada bir istiyaşka verib, bura beton istiyaşka verdirib. Hamısı səliqəli, səhmanlıdır. Gördüyünüz kimi də, yəni, evin hündürlüyü göz qabağında burada yay mətbəx yarada bilərsiniz. Həm də yayda sərinçir, ən əlverişli bir yerdir. Gördüyünüz kimi, bax, burada bir geniş bir yerdir. Bax, baxın, görün nə qədər yerdir. Burada yay mətbəxi də yarada bilərsiniz. Yayda zətdə oturub durmağa, sərinləmək üçün ən əlverişli yerdir. Keçən evin, hörmətli izləyicilər, evin içi ilə tanış olaq. Bax, burada bu hissəsidə nə istəsiniz artıq əşyaları yığa bilərsiniz. Görürsünüz, hörmətli izləyicilər, evin hündürlüyü göz qabağındadır. İndi bu düzdür, ev sahibi indi bura lazım olan əşyaları yığıb. Yenə də burada başqa bir şəraitdə yaratmaq olar. Keçən də evin içi ilə tanış olaq. Ehtiyat üçün su çəni qoyub, yəni evdə də yəni, həmişə bu su ilə əlaqədar həmişə bu həyət evlərində olmalıdır, qoyublar. Ştonluq sudur. Keçən evin içi ilə tanış olaq. Demək, girən kimi böyük bir dəhlizdən rastlaşırıq. Dəhlizi genişdir, ürəkaçandır. Ev açıq aboylardan istifadə edib evdə, ağ qapılardan istifadə olunub. Girən kimi sol tərəfdə bura qonaq otağıdır. Gördüyünüz kimi qonaq otağı da təmirli vəziyyətdədir, hörmətli izləyicilər. Mətbəxi genişdir, baxın. Mətbəx mebellər də təzə yığılıb. İndi bax, əşyalı satılır. Əşyalı ayrı qiymətdir. Evdə nə var, hamısının ev içində qalacaq. Bir dənə paltarı götürüb çıxacaqlar. Yəni, ev həm əşyalı qiymətdir deyəcək, həm əşyasız qiymətlə deyəcək. Demək, sağda sanuzel hissəsidir. Təmir vəziyyətdədir. Moydatır zat hamısı qoyulub, gördüyünüz kimi. Şükurka zat hamısı təmir qaydasında. Burada sağda bir ayrıca yataq otağıdır. Buradan da bir dənə çəkim ətraflı. Demək, keçirik. Yəni, bir yana keç, bir dənə zəhmət olmasa. Bu yana, bu otağa keç. Öz otağı var. Burada da gördüyünüz kimi bir yataq otağıdır, uşaq otaqlardan biridir. Yəni, nəzərinizə çatdırım, hörmətli izləyicilər. Əslində 4 dənə ilə bir otaqdır. Bunların otaqların ikisi həmişə biraz balaca olur, bir dənə otaq bir geniş olur. Yəni, uşaqlar üçün, qız oğlan üçün nəzərdə tutulmuş otaqlar olur həmişə. Sağda burada bir də geniş yataq otağıdır. Gördüyünüz kimi də bu otağı da genişdir, taq qoyulub, həm də belə böyürləri gördüyünüz kimi əməli başı, yəni açıqlığı genişdir. Göz qabağındadır, hörmətli izləyicilər. Nəzərinizə çatdırıram. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Ev 2 formada satılır. Əşyalı da satılır, əşyasız da. Sənədi, bələdiyyə sənədidir, arxivli sənəddir, qaz, su, işıq hamısı ev sahibi tərəfinin adından ada keçiriləcək. Demək, qiyməti də 130 min start qiymətlə, demək, içi dolu əşyalıdır, 125 min də içi boş. Yəni, bazar start qiymətdir. Real alıcı olsa endirmə birbaşa sahibinə danışacaqsınız. Son söz, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alan da xeyir versin, Allah satana da. 130 boş, 130 içi dolu, 125 içi boş.